Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Goranboy su meliorasiya sistemlərinin istismarı idarəsi balansında olan əkin sahələrinin suvarılmasını mütəşəkkil aparmaq üçün meliorativ tədbirlərini davam etdirir. Su itkilərinin qarşısının alınması üçün müxtəlif kanal və arxlarda 491 min kubmetr təmizləmə işləri aparılıb. İstismar müddətində başa vurmuş Səfikürt nasos stansiyasının birinci pilləsinin 1020 mm-lik boru xəttinin nəzərdə tutulmuş 9 kilometrlik hissəsinin bu il 400 metr yenisi ilə əvəz olunması nəzərdə tutulub. Bununla yanaşı 2026-cı ildə də rayonda bir sıra əsaslı və cari işlərin görülməsi planlaşdırılıb. Mənbəyini sol sahil tərtər kanalından götürən Xan Arxı rayonun 8 kəndinin suvarılmasına xidmət göstərir. Torpaq məcralı suvarma kanalının 3 kilometr hissəsində beton üzlüyü alınmışdır. Hal-hazırda əlavə olaraq 1 kilometr hissəsində də beton üzlüyü alınma işləri davam etdirilir. Bununla paralel rayonun torpaq məcralı kanallarında lildən və çol-çostan təmizlənmə işləri aparılır. Bu da ki, fermerlərin əkin sahələrinə itkisiz və vaxtında suvarma suyu ilə təmin edilməsinə zəmin yaradır. Kanalların lildən təmizlənməsi və beton üzlüyü alınması nəticəsində su itkisinin qarşısı alınır. Bu isə fermerlərin işini asanlaşdırır. Sahələrini normalara uyğun suvaranlar bol məhsul əldə edirlər. Mən uzun illərdir əkinçiliklə məşğulam. Ümumiyyətlə kəndimizin hamısı əkinçiliklə məşğuldur. Pay torpaqlarımızda əkirik. 25 ildir torpaqlarına paylanılan əkinlə məşğuluq. Sahələrimizdə yonca, pambıq, taxıl arpa əkirik, bol məhsul əldə edirik. Suyumuz var, yaxşıdır. Bu il də ümid edirik ki, yaxşı məhsul əldə edəcəyik. Dolanışığımız bundandır. Torpaqdan gözəl gəlirlər götürürük. İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün 986 ədəd subartezian quyusu, 16 ədəd nasos stansiyası və ümumi uzunluğu 2277 km olan suvarma kanallarına istifadə olunur. Boluslu nasos stansiyasının uzun müddət istismarda olduğu üçün eroziya nəticəsində yararsız hala düşmüş nasos stansiyasında 132 metr, Səfikürt nasos stansiyasında 155 metr və Qızılhacılı nasos stansiyasında 65 metr dəmir boru xətlərində cari təmir işləri aparılaraq istismara qaytarılıb. Rayonda 20 min hektar əkin taxıl sahəsinin əkilməsi nəzərdə tutulmuş. Hal-hazırda 13.880 hektar əkin sahəsi aparılmış, ondan 5.500 hektar taxıl sahəsi suvarılmış. Hal-hazırda suvarılma davam etdirilir. Rayonda məhsuldarlığını itirmiş 35 ədəd subartezan quyusunun əsaslı təmiri nəzərdə tutulmuş. Hal-hazırda qarşısında durduğumuz GR-168 rehber nömrəli subartezan quyusu Goran kəndi ərazisində əkin sahələrinin suvarılmasına xidmət edəcəkdir. Ümumilikdə 35 ədəd subartezan quyusu tam əsaslı təmir işləri başa vurduqda 1300 hektar əkin sahəsinin suvarılmasında yaranmış çətinlik tam aradan qaldırılacaqdır. Goranboy su meliorasiya sistemlərinin istismarı idarəsi 9222 əhali abonentinə 29209 nəfərə xidmət göstərir. Bundan başqa idarənin içməli və çirkəb su xidməti 328 ədəd qeyri-əhali abonentinə su və çirkəb su xidməti göstərir. İdarə tərəfindən cari il ərzində plan qrafik əsasında 12 ədəd su anbarı və 8 ədəd su çəni yuyulub, dezinfeksiya edilib. Bununla yanaşı cari il ərzində Goranboy şəhərində, Balakürt kəndində, Veyisli kəndi, Yeni qəsəbəsində, Dəliməmmədli şəhərində, Goran qəsəbəsində və Aşağı Ağcakət qəsəbəsində korroziya nəticəsində yararsız vəziyyətə düşmüş müxtəlif diametrli borular yeni polietilen borularla dəyişdirilib. İçməli su və çirkəb su xidmətində 953 ədəd qəza baş verib ki, bunların da hər biri müsbət şəkildə aradan qaldırılıb.